ABŞ və İsrail ordusu İranın Kirmanşah vilayətini bombalayıb. Yaşayış məntəqəsinə edilən raket hücumu nəticəsində 3 nəfər ölüb. Bu barədə Fars xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, dağıntılar altından 2 nəfər sağ çıxarılıb. Qeyd olunub ki, 9 fərdi yaşayış evi dağılıb. 30-a yaxın mənzil zədələnib. Bu arada rəsmi London müttəfiqləri müdafiəsini gücləndirmək üçün yaxın şərqə əlavə hərbi qüvvələr göndərir. Böyük Britaniyanın müdafiə naziri John Healey'nin sözlərinə görə, Səudiyyə Ərəbistanında Sky Harbi hava hücumundan müdafiə sistemi yerləşdiriləcək. Qətərdə isə Tayfun qırıcılarının missiyası uzadılacaq. Bundan əlavə Bəhreyn və Küveytə əlavə bölmələr və hava hücumundan müdafiə qüvvələri tədarik olunacaq. Amerika Birləşmiş Ştatları Böyük Britaniya üçün unikal və çox yaxın müttəfiqdir. Biz iki ölkə olaraq elə işlər görürük ki, başqa heç bir ordu və ya kəşfiyyat xidməti bunu etmir. Müdafiə naziri kimi mənim vəzifəm bu yaxın şərq münaqişəsində Britaniyanı və Britaniya vətəndaşlarını qorumaqdır və biz bunu edirik. Britaniya bazalarını, müttəfiqlərimizi və tərəfdaşlarımızı da qoruyuruq. Məqsəd yaxın şərq səmasının müdafiəsində Böyük Britaniyanın mühüm rol oynaya bilməsidir. Healey sonda əlavə edib ki, Böyük Britaniyanın ən yaxşı qüvvələri Fars körfəzi regionunda tərəfdaşların müdafiəsinə cəlb ediləcək.